Alpaqut döyüş sənəti Ümumtürk xalqlarına məxsus idman növüdür. Azərbaycanda təsis edilib, Dünya Federasiyasının mərkəzi də elə məhz vətənimizdir. Dünya Federasiyasının nümayəndəlikləri dünyanın 58 ölkəsində təmsil olunur. 2014-cü ildə yaradılan bu döyüş sənəti ümumi konsepsiyasına görə türk dilli xalqlara məxsusdur. Alpaqut döyüş sənətinin 5 fərqli sistemi var. Onlardan 4-ü fərdi döyüş sistemi, biri komanda şəklindədir. Komanda şəklində olan nümunəvi çıxışlar üçün təsbit olunmuş sistemdir ki, Ayça, Batur, Caymaz, Qurşaq sistemləri fərdi döyüş sistemi, Kaçut sistemi isə nümunəvi çıxışlar üçün qılınc, qalxan, ənənəvi qədim türk silahlarından silahlarıyla istifadə olunan bir döyüş sistemidir. 12 ildir yaranmasına baxmayaraq bu döyüş sənəti üzrə 5 dünya çempionatı keçirilib. İkisi ölkəmizdə, 3-ü isə Türkiyədə. Alpaqutla məşğul olmağa 5 yaşdan başlamaq mümkündür. Bu idman növündən 5-6 ayda məşğulam. Qazax rayonunda Azərbaycan kubokunda birinci yerinə aliyyət vermişəm. Azərbaycan çempionatının, Azərbaycan kubokunun birincisiyəm və bundan əlavə bir neçə klublar arası turnirin birincisi yerinə layiq görülmüşəm. Azərbaycan kubokunda birinci yer, Bakı çempionatında birinci yer və bundan asılı olaraq da klublar arasında da birinci yer. Mən bu idman növünə həvəslə, maraqla gəlirəm. Mən bu idman növündə bir neçə döyüş sənətlərini öyrənmişəm. Sözü gedən döyüş sənəti geyimləri ilə də seçilir. Bu xüsusi idman geyimlərinin üzərində qədim türk simvolları əks etdirilib. Sinəsində gördüyünüz 3 ox və Alpaqut sözü yazılmışdı. Bu 3 ox Oğuz Xaqanın oğullarına verdiyi 3 qızıl oxçu dövlətçilərimizdir. Məsələn, Alpaqut döyüş sənətinin loqosu burada qolda yerləşir ki, sol qolda burada ümumi türk dövlətləri, 6 türk dilli dövlətin, müstəqil dövlətin bayraqlarından götürülmüş müxtəlif ornamentlər təsbit olunmuşdur. Gördüyünüz çangraq simgələr ki var, bunlar qədim türklərin tək tanrıcılıq inancını əks etdirən simgələrdir. Alpaqut gənclərin fiziki, mənəvi tərbiyəsində mühüm rol oynayır. Eyni zamanda qədim döyüş ənənələrini müasir idman sistemi ilə birləşdirərək milli kimliyimiz və mədəni dəyərlərimizin yaşadılmasına xidmət edir. Nigar Babayeva, Zaur Haşimov, Telesər.